Salam, hər vaxtınız xeyirli olsun. Cənublu və şimallı soydaşlarımız. Bir neçə gündür ki, İranda Fars molla rejiminə qarşı xalq etirazları səngimir. Polis, hökumət və güc strukturları etirazçıların səsini boğmaq, mitingləri dağıtmağa çalışsa da, lakin buna müəssər ola bilmirlər. Əziz həmvətənlər, bu çox bir aktual mövzudur. Çünki İran bizim həm coğrafi cəhətdən sərhəddimizdə də yerləşir, həm də İranda 40 milyondan çox soydaşlarımız vardır. İranda bu xalq etirazlarının başlamasına səbəb nə olmuşdur? Yəni, İranda bu xalq etirazları əsasən iqtisadi tələblərlə başlamışdır. Yəni, İranın milli valyutasının gücdən düşməsi, default olması və ərzaq qiymətlərinin bir gündə 60% qalxması xalqın narazılığına səbəb olmuşdur. Və buna görə də ilk olaraq Tehranda ticarətçilər ayağa qalxmış və bütün xalq onlara qoşulmuşdur. Artıq bu günlərim İranın 100-dən çox şəhərində xalq etiraz səsini ucaldır. Polis bu xalqın etiraz səsini boğa bilmir. Baxmayaraq ki, polis gözyaşarıcı qazdan, rezin güllələrdən istifadə edir, lakin xalq hərəkatı getdikcə geniş vüsət alır. Beynəlxalq informasiya agentliklərinin verdiyi məlumata görə 30-dan çox ölü var, 1000-dən çox həbs olunanlar var, lakin miting iştirakçılarının sayı günü-gündən artmaqla bütün İranın coğrafiyasını əhatə edir. Əziz həmvətənlər, hamını belə bir sual maraqlandırır ki, bəs cənubi soydaşlarımız da bu etiraz aksiyasında iştirak edirmi və etmirsə səbəb nədir? İcazə verin, yiyələndiyim politologiya elminin əsasları ilə, elmi siyasi məntiqlə öz fikirlərimi sizinlə bölüşüm. Azərbaycanlılar İranda bu etiraz hərəkatına qoşulmurlar və bunu mən alqışlayıram. Nə üçün alqışlayıram deyəcəm də. Yəni, Azərbaycanlılar bu etiraz kütlələrinə qoşulsalar, Fars molla rejimi amansız bir qərar qəbul edər. Sanki Azərbaycanlıların İran molla rejimini devirməyə cəhd etdiyini bildirib, çoxsaylı insanları qətlə yetirə bilər. Mənim siyasi müşahidələrimə görə Azərbaycanlıların bu etiraz mitinglə iştirak etməsinin əsas səbəbi nədir? Yəni, mənim bütün siyasi müşahidələrim göstərir ki, hal-hazırda bilirsiniz ki, İranın prezidenti, bütün İran tərəfindən seçilmiş, milliyyətcə Azəri türkü olan Doktor Məsud Pezeşkandır. Yəni, məndə olan məlumata görə və siyasi müşahidələrimə görə Məsud Pezeşkan bütün Azərbaycanlılara bildirib ki, bu etiraz kütlələrində iştirak etməyin, bizə yersiz siyasi qətillər lazım deyil. Gücümüzü gələcək mübarizəyə saxlamalıyıq. Əziz həmvətənlər, artıq İran etirazçıları İranın 2 şəhərində hökumət qüvvələrini təşkil edib, hakimiyyəti ələ almışlar. O 2 şəhərdə hakimiyyəti ələ alanlar bu şəhərlərdə İran Fars molla rejiminin hakimiyyətin devrildiyini elan etmişlər. Onu da qeyd edim ki, çox sevindirici haldır ki, bu günlərim həmin şəhərdə hakimiyyəti əlan etirazçılara polislə həmrəhdir. Polis onlara qarşı çıxmamış, əksinə etirazçılarla bir yerdədir. Bugün İranın 100-dən çox şəhərində etiraz mitingləri davam edir və bu mitingləri səngimir. Əgərlərim 2 şəhərdə hakimiyyəti ələ alıblarsa etirazçılar, deməli artıq İranda iqtisadi tələblər yox, siyasi tələblər gündəmə gəlmişdir. Və mən hesab edirəm ki, əgər bu proses 2 müstəvidə davam edə bilər. Birinci müstəvidə dövlət güc strukturlarından istifadə edib, həmin şəhərdə hakimiyyəti yenidən hökumətin nəzarətinə almaq istəsə, silahlı qarşıdurma olacaq və vətəndaş müharibəsinin başlanğıcına gətirəcək. Yox, əgərlərin bu 2 şəhərin dalınca, arxasınca, başqa şəhərlərdə də etirazçılar hakimiyyəti ələ alsa və Fars molla rejiminin devrildiyini elan etsə, bu zəncirvari olaraq İranın bütün şəhərlərinə keçəcəkdir. Çox sevindirici haldır. Burada bizim milli maraqlarımız var və hamını belə maraqlandırır ki, yəni sual maraqlandırır ki,
Bəs bizim İranda böyük şəhərlərimiz var. Təbriz, Ərdəbil, Xoy və digər şəhərlər var ki, bu şəhərdə də hakimiyyət devriləcəkmi və hakimiyyət devrilsə, bu şəhərdə hakimiyyəti hansı güclər, əsasən Təbrizdə ələ alacaqdır? Mənim müşahidəmə görə bu şəhərdə əgərlərim bu zəncirvarı İranda hakimiyyətin devrilmə prosesi başlasa, bu şəhərdə də hakimiyyətin Cənubi soydaşlarımızın ələ alması və Əli Xamneyi Fars rejiminin devrildiyini elan edəcəklər. Yəni bu necə ola bilər ki, Təbriz şəhərində hamısı, bütün əhali Azərbaycanlıdır, Urmiya, Xoy, Ərdəbil, bu şəhərlərin böyük əksəriyyəti, hətta Tehran əhalisinin 60% cənublu soydaşlarımızdır. Yəni mən hesab edirəm ki, inanmıram ki, bu şəhərdə də milliyyətcə başqa farslar, digərləri hakimiyyətə yiyələnsinlər. Burada belə bir maraqlı sual ortaya çıxır. İranda əgərlərim Fars Molla rejiminin hakimiyyəti devriləməsi zəncirvarı xarakter alırsa, ölkədə sözsüz ki, yəqin ki, parlamentin də buraxılmasını tələb edəcəklər. Yəni bu hadisələr əslində körtəbii hərəkətdir. Yəni bu hadisələrin idarə edilməsinə rəhbərlik yoxdur. Amma xalq körtəbii olaraq hakimiyyətə ələ alır. Əgərlərin bütün şəhərlərdə hakimiyyət devrilərsə, belə bir sual maraqlı ortaya çıxır ki, bəs prezident Məsud Pezeşkanın hakimiyyəti təmsil etdiyi onun növbəti fəaliyyəti nə ola bilər? İki halda ola bilər. Çünki Məsud Pezeşkan İranda bütün xalqların böyük nüfuzunu qazanmışdır. Onun Fars Molla rejimində əli qana batmamışdır və həqiqətən də onu xalq seçmişdir. Ola bilər ki, bütün şəhərlərdə hakimiyyət devrilərsə, yəni Pezeşkanı birinci variantda prezident kimi saxlayacaqlar. İkinci variantda ola bilsin ki, daha bir faciəli bir hadisə baş verə bilər. Yəni bilirsiniz ki, 1979-cu il İran inqilabından sonra Rıza Pəhləvi Şahın ölkəni qaçması və uzun müddət onun Amerikada yaşaması, sonra onun etirazçıların səyi nəticəsində Amerikanı tərk etməsi və nəhayət İsraildə onun hərbi hospitalda öldürmüşdülər. Belə deyək də, iynə vuraraq öldürmüşdülər. Lakin onun evlatları bugün Amerikada yaşayır. Bəzi dövlətlər var ki, məsələn, belə bir halda istisna edilmir ki, İngiltərə, Amerika Rıza Pəhləvinin oğlun və yaxud da nəvəsin hakimiyyətə gətirib, yenidən onu şah qismində mümkün deyil. Yəni, belə deyək də, ölkəni idarə edən birinci şəxs kimi təyin edə bilərlər. Bunlar hamısı, əziz həmvətənlər, belə deyək, siyasi təhlildir, siyasi analizdir. Gələcəkdə hadisələrin hansı cür inkişaf edəcəyini isə zaman göstərəcəkdir. Əgərlərim Məsud Pezeşkan, milliyyətcə Azərbaycan türkü olan hakimiyyətdən getsə, mən hesab edirəm ki, Cənubi Azərbaycanda bir yeni inqilab dalğası baş verə bilər. Məsud Pezeşkanın rəhbərliyi ilə çox elmi, savadlı bir insandır. Cənubi Azərbaycanlıların, belə deyək ki, ayağa qalxması, öz muxtariyyətini tələb etməsi kimi tarixi bir hadisədə meydana çıxa bilər. Yəni, bu günlərim Azərbaycanlıların, belə deyək, bu etirazlara qarşı seyirci mövqe tutmasında Məsud Pezeşkanın böyük rolu vardır və bunu alqışlamaq lazımdır. Çünki bizə bu zamanda yersiz qətillər insanların gözündə qorxu yarada bilər. Hadisələrin inkişafını nəzərdə saxlayaq, əziz həmvətənlər. Görək hadisələr hansı istiqamətdə inkişaf edəcəklər. Yəni bu hadisələr o qədər sürətlə inkişaf edir ki, hadisələrin proqnozunu da vermək çətindir. Yəni İranda əgərlərim vətəndaş müharibəsi başlasa, Amerika prezidenti Donald Trump demişdir ki, Amerika gücləri etirazçıların yanında olacaqdır. Bundan başqa da Amerika və İsrailin İranın nüvə obyektləri olan ərazilərinə və digər hərbi hava hücumundan müdafiə sisteminə zərbə endirmə haqqında planları vardır. Yəni, əziz həmvətənlər, elə bir tarixi şərait yaranıb ki, bizim istəyimizdən asılı olmayaraq Cənubi Azərbaycanlılar geniş muxtariyyət əldə edə bilsə, özlərinin bu muxtariyyatı
rəsmiləşdirə bilsə və biz də Şimali Azərbaycanda soydaşlarımız, Cənubi Azərbaycanlarına, soydaşlarımıza mənəvi dəstək verməklə 200 illik həsrət, Araz həsrətinə son qoyula bilər və Cənubla Şimal Azərbaycanın birləşməsi tarixin reallığına çevrilə bilər. Bu bizim arzumuzdur, bu bizim istəyimizdir. Əgər İranda cənubdakı soydaşlarımız fəaliyyətini gücləndirsə, muxtariyyətin tələb etsələr və onlar öz dövlətlərini elan etmək iqtidarında olsalar, biz də onlara dəstək olacaq. Əziz həmvətənlər, siz Oktay Elturan TikTok kanalıma üzv olun. Eyni zamanda Azərbaycan Dünya Meridianları YouTube kanalıma üzv olun ki, belə bir ağır vəziyyətdə bizim səsimizi dünyada yaşayan Azərbaycanlılar, Şimallılar, Cənublar eşitsin və Cənubdakı soydaşlarımız da bilsin ki, biz onları tək qoymayacağıq. Arzu edək ki, 200 illik Araz həsrətinə son qoyması tarixin gerisəhliyinə çevrilsin. Bunu gələcək göstərəcəkdir. Araz həsrətinə bu yaxınlarda, bu il, 1 il, 2 il, bir neçə ildə son qoyulmasa, gələcəkdə bu bir tarixi reallıq olacaqdır. Ola bilər ki, uzun müddət çəksin, amma tarixi reallıq qaçılmaz olacaqdır. Yəni, mən keçən verilişimizdə də dedim ki, Birləşmiş Millətlər Təşkilatının hesabatlarında və sənədlərində Azərbaycan ikiyə bölünmüş dövlət kimi qeyd olunmuşdur. Araz həsrətinə son qoyula bilər. Arazı ayırdılar, qan ilə doyurdular. Mən səndən ayrılmazdım, zorla ayırdılar. Əziz həmvətənlər, növbəti verilişə qədər sizinlə xudahafizləşirəm. Hadisələri gecə-gündüz diqqət nəzarətdə saxlayıram və bütün fikirlərimi sizlərə çatdırıram. Sizin də mənəvi dəstəyinizə ehtiyacım var ki, bu şəxsi marağım deyil, bu ümumi milli maraqdır. Hamınızı uca Allaha əmanət edirəm.